Salam dəyərli dostlar, xoş gördük hər birinizi əziz dostlar. Bugün Cəlilabad rayon qazisindən danışacağım. Cəlilabad rayonunun qazisi, Vətən müharibəsi iştirakçısı mənə bir video göndərir, müraciət eləyir. Mən Sadıqov Nicat ilə bağlı 5 dəfə, 6 dəfə Cəlilabad rayon icra hakimiyyətinin bu hörmətli, əziz, ağsaçlı, dəyərli icra başçısına şəxsən müraciət eləmişəm. Adam mənə səs göndərib, adam mənə dərdin danışıb, səslə göndərib, mən göndərmişəm icra hakimiyyətinin başçısının yanına. Başçı 5 dəfə adamı qəbul edib, 5 dəfə. İndi başçının qəbulu necə eləyib, ümumiyyətlə Cəlilabad rayonunda nələr baş verir, nə baş verir, ondan ayrıca danışacağım. Qazimizi dinləyək. Sonra mən öz fikrimi, münasibətimi bildirəcəm, dəyərli dostlar. Görək qazimiz nə deyir? Salam, hər vaxtınız xeyir olsun. Mən Cəlilabad rayonu sakini Sadıqov Nicat, 2-ci Vətən müharibəsinin qazisi. Problemim Cəlilabad rayon icra hakimiyyəti ilə bağlıdır. Dəfələrlə icra hakimiyyətində olmuşam, şikayətimi bildirmişəm. Artıq 2 ildir ki, məni gec-gələ saldırırlar və problemimə baxmırlar. Mənim problemim nə ilə bağlıdır? Mənim problemim işsizliklə bağlıdır, işsizliklə əziyyət çəkirəm və mənim sənətimdə də qeyd olunub, işlə təmin oluna bilər. Amma çox təəssüflər olsun ki, mən Cəlilabad rayon icra hakimiyyətinə bunu bildirirəm, amma mənim məsələmə çox məsuliyyətsiz yanaşırlar. Mən bu videonu çəkib atıram Elnur Şükürova. İstəyirəm ki, mənim problemimi işıqlandırsın və bizim çox hörmətli cənab prezidentimiz, dövlət başçımız qazilərimizə hər zaman diqqətdə, qayğıda, necə saxladığını biz bilirik və biz görürük. Həqiqətən də cənab prezidentimiz qazilərimizə, şəhid ailərimizə çox gözəl diqqət verir. Amma çox təəssüflər olsun ki, Cəlilabad rayon icra hakimiyyətində biz bu diqqəti görmürük, qayğını görmürük. Xahiş edirəm bütün dövlət qurumlarından bununla bağlı mənə köməklik olsun. Özüm xüsusən artıq qüvvədə xidmət etmişəm. Cənab prezidentimiz tərəfindən medallarla tərtib olunmuşam. Və çox sağ olsun, yenə deyirəm, hər zaman bizi diqqətdə saxlayır. Və axırıncı dəfə Cəlilabad rayon icra hakimiyyəti Rauf Cəlilabın görüşündə oldum. Onunla bağlı yenə müraciət bildirdim ki, məni işlə təmin elə. Mənə qatil dedi ki, sənə butulka daşımağı təklif edirəm ki, gedib butulka daşıyasan. Bir icra başçısı, bir vətən müharibəsi qazisinə bu sözü deməyə ixtiyarı yoxdur. Xahiş edirəm, bütün dövlət qurumlarından, başda cənab prezidentimiz olmaqla bu məsələ ilə bağlı mənə köməklik göstərsin. Deməli, əziz dostlar, siz də baxdınız yəqin. Mən bu yayımdan öncə özümü maksimum səbirli olmağa çağırdım ki, Elnur Şükürov səbirli ol, emosional münasibət bildirmə. Çünki mən adətən bəzi məmurları tənqid edəndə onun o rayonlarda balaca zibilliklərdə eşələnən, zibillərdə böyüyən trolları başlayır orada o məmuru müdafiə eləməyə. Çünki yaxın bir keçmişdə bir məşhur məmurun, bir məşhur dayısından danışmışdım. Onu elə adamlar müdafiə elədi, dəyərli dostlar. Mən o adamın yerinə utandım, xəcalət çəkdim. Sən gör nə günə qalırsan ki, sən kimlərinsə müdafiəsinə və kimlərin müdafiəsinə möhtac qalırsan. İndi bu mübarək icra başçısı, bu hörmətli, ağsaçlı, ağsaqqal icra başçısı adamı qəbul eləyir. Adama deyir ki, get butulka daşı. Get butulka daşı. Cəlilabad rayon icra hakimiyyətinin bütün vəzifələrinin diqqətinə, Cəlilabad rayonundan təmsil olunan o bərli, bəzəkli, yarlı, yaraşıqlı, gözəl, göyçək, dünyanın heç yerində olmayan deputatlarının diqqətinə, Sadıqov Nicat Vətən müharibəsi iştirakçısı doğrudanmı butulka daşımalıdır, kapron qab daşımalıdır? Hel qabı yığmalıdır, bizon qabı yığmalıdır. Siz Vətən müharibəsi iştirakçısına deyirsiniz ki, get butulka daşı. Buradan mən müraciət edirəm Masallı rayon icra hakimiyyətinə və eyni zamanda Biləsuvar rayon icra hakimiyyətinə. Sizdən xahiş edirəm. Mümkün qədər maksimum dərəcədə çalışın ki, Cəlilabad rayon qazisini
siz qonşu rayonlar işlə təmin edin. Mənim bundan artıq deyəcək bir sözüm yoxdur və kimliyindən asılı olmayaraq bu qazinin bu müraciətindən sonra kim qalxa Cəlilabad rayon deputatlarını, icra hakimiyyəti başçısını müdafiə edəcəksə, o qazinin halını, ailəsinin öz durumunu bir gözünün qarşısından keçirsin, sonra geçsin trolluq eləməklə məşğul olsun. Belə dəyərli dostlar, daha bir yayımın sonuna gəldi. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Bu qazimizin də problemi öz əlini tapsın dostlar. Sağ olun.